Bugün Bakı Ağır Cinayətlər Məhkəməsi məni 7 il azadlıqdan məhrum etməklə bağlı bir qərar çıxartdı, bir hökm oxudu. Razı olmadığım bəzi məqamlar var. Birincisi, mənə ittiham aktı göndərilməyib. İkincisi, hətta mənə vəkil təyin olunubsa belə həmin vəkil mənimlə əlaqə saxlamayıb. Mütləq bütün bunlar lazım idi. Və nəhayət üçüncüsü, mən axı Azərbaycanda deyiləm. İttihamın məğzi də mənə bəlli olmadığına görə kifayət qədər tutarlı dəlillər gətirib məni Azərbaycana nəyə görə və mütləq gəlməli olduğuma inandıra bilmədiklərinə görə bu məhkəmə qərarını əlbəttə mən o qədər də ciddi qəbul etmirəm. Bilmirəm bundan apellyasiya şikayəti verəcəm yoxsa yox, güman edirəm ki, verməyəcəm. Amma hər halda bu qədər də olmaz axı. 7 il azadlıqdan məhrum etmək, qiyabi də olsa biraz ağır hökmdür. Və mənim də açığı dövlət çevrilişinə çağırış və yaxud dövləti çevirmək kimi belə düşük ittihamlarla razılaşmaq fikrim yoxdur.